Bura mənim babam evi. Cəlil babamın evidir. Kənddə yollar çox bərbaddır. İnşallah ora getməyə çalışıram. Gedək görək nə vəziyyətdədir oralar. İri addımlarla gedirəm. Əslində çatmışam, bir şey qalmıyor. Gedək görək vəziyyət nə yerdədir. Deməli belədir, baxdıram qarın içinə. Amma yəni gedirəm. Bax buralarda bu düzəngəhlikdə bizim uşaqlıqlarımız burada keçib. Burada Əlləzəmgilin evidir. Rəhmətli Əlləzəmgilin, Elxangilin evidir. Bax bu düzəngəhlikdə bizim sözün əsl mənasında günümüz olub, güzaranımız olub. Buralar nə bilim sözlə deyiləsi deyil də, uşaqlıq vaxtını sözlə sizə çatdıra bilmərəm. Gərək biz onu yaşayasınız, görəsiniz. İndi bunu burada yaşayan qardaşlar var, bacılar var. Hansı ki mənim səhifəmi izləyir. Onlar bilir ki doğrudan da burada nə günlərimiz olub. Kesim içəri. İçərdən də çəkəcəm biraz. Bura həyətin girişi idi. Bura babamgilin evi idi. Burada mal damıydı. Həyətləri də maşallah çox ikəydi də. İndi girib içərdən çəkəcəm. Təəssüf ki bu vəziyyətdədir hazırda. Baxımsızlıq olub da, kimə nə ehtiyac olub. Gəlib yığıb aparıb, daşıyıb aparıb. Ev bu vəziyyətdədir bu saat. Çox təəssüf. Buranı da setkiyə alıblar ki malqara girməsin içəri. Əslində içəridə qəşəng əkin biçin yerimiz var və ağaçlarımız, zahtımız var da, yəni qəşəng. Ərazimiz də maşallah böyük ərazidir, yəni çox yekə böyük ərazidir. İndi keçirəm içəri, içərdən də biraz girəcəm evin içinə. Deməli sözün əsl mənasında çox yoruldum. Bura çıxmaq mənim üçün asan da olmadı da bura gəlmək. Burada hazırda 60 sm, 70 sm qar var da. Bura evin içi, bura yəqin padval olub, yadımda qalmıyor bura mənim. Evin burası, pəncərəsi filan. Bura çox qəşəng idi, çox gözəl idi. Keçirəm də aradan çəkim biraz. Bizdə bu ara Çəpərə gedən yol idi, Çəpərə gedən yol. O arı ilə də getməyə çalışacağım. Uşaqlıq vaxtımı yadıma salacağım. Bura yaman qar var burada. Burada normal qar var. Ağaçlar. Uzun burun alma, nə bilim qırmızı alma, göy alma, şafran alması. Burada inanılmaz nə qədər meyvələr var idi. Hava belə, bura belələr idi. Bu cür nədir bura pısat. Mən əziyyət çəkdim buna gəlməyə. Belə. Bax burada çox həqiqi tərlədim. Çox yoruldum sözün əsl mənasında. Bizim burada ağaçlarımız var idi. Alma ağaçlarımız var. Qəşəng ağaçlarımız var. İnanırsan dadı damağından getmirdi adamın. Bu həyətdə, bu bacada nə qədər uşaqlığımız keçib, nə qədər oynamışıq, nə qədər nə bilim qaçmışıq, eləmişik. Buradan da düz görsədim. Buradan da Çəpərə yol gedir. Çəpərdən də bulağa yol gedirdi. Bir dənə yer var idi orada. İndi oranı da çəkəcəm köşə ətrafı. Gedirəm indi ora. Baxın nə deyirəm.
Burada bizim əkin yerlərimiz filan, kartof, nə bilim, kələm, başqa nələr yadında qalmayıb. Bu böyük ərazi, bu böyük ərazi. Babamgilin yəni həyətidir də. Çox heyf ki, belə oldu, belə gətirdi. Burada həmin illər insanların çoxsu köçlük etdi. Buraları qoydu belə başlı başına. O da elə bil ki, yersizlik evlər olub da. Gəlib söküblər, dağıdıblar. Kimin nəyə ehtiyacı var aparıblar. Pis günə qalıb da buralar. İnşallah Allah'ın izniyle bəlkə də indi qismət olar biz gələrik. Qismət olar bizim evlatlar gələr, kimsə gələr. Buralarda yenidən ev tikər. Bu gözəl ab-havada yaşayarlar, təmiz suda yaşayarlar, təmiz havada yaşayarlar. Buranın havası, suyu, nə bilim mən, heç ara bura çatmaz da sözün əsl mənasını. Bura bir başqadır da, bura cənnətdir. Burada yazda, yayda gələsən, görəsən bura necədir də. Buradan da bir çəkirəm. Buradan çəpərdən düşürdük aşağı. Orada da bizim körpümüz var idi. Körpünü də göstərirəm. Deyək, bax o körpümüz var idi bizim orada. Bax körpünün biri, o da ikinci daşı. O qıraqla da, bax, oradan belə qıraqla da bu bağın ayağından belə yol gedirdi kəndə. O tərəfdə də Xudaverdi əmgilini, gəl başda birinci Qiyas əmgilini idi, rəhmətli. Sonra Xudaverdi əmgilin, sonra Söyün əmgilinin evləri idi. Buralar vallahi sözlə deyiləsi deyil də bura. Bura ancaq gerək yaşayasan, biləsən. Bax, hər ətrafın, baxın, ətraf belə dağlıq, eləmi? Fikir verin, dağlıq, yaşıllıq. Bir şey ki, yayda buranın dağın üstündə köçdən yer yoxdur da, yəni. O qədər qəşəng sərin olur ki, yayda arandaşlar gəlir burada məskunlaşırlar. 2 ayını, 3 ayını burada keçirdirlər. Bura həqiqi mənada çox gözəldir, çox yaşanası yerdir. Şəraitin ola burada yaşayasan da, yəni. İşin gücün olar, şəraitin ola burada yaşayasan. Bura bir başqa bir yerdir. Belə. Bu daşları sizə niyə göstərirəm? Bu daşlar bizim ümumiyyətlə bütün kənddə belə idi. Yəni zabor bu daşdan ibarət idi. Bu daşın da hündürlüyü olardı uzağı 1 metr. Yəni 1 metrlik zaborla hamı kifayətlənirdi. Bax, bütün 4 qıraq hamısı belə daşla hörülmüşdü 1 metr. Yəni bununla hamı kifayətlənirdi. Daha 3 metrlik divar hörüm, onu ağlay vurum, ona nə bilim nə vurum. Bax belə töy. Baxın, qonşunun divarı da, bax, Əllə Zəmigin divarı durur. Hamı 1 metrlik çay daşlarından qaldırmışdılar. Heç kimə də işi olmazdı, heç kimin bağına girməzdi. Belə vəziyyət burada buydu. Bu arada burada bir dənə ağac dələn gördüm, dedim onu da çəkim sizə göstərdim. Düz məsafəmiz bir 30 metr var ya 40 metr. Bax, vəziyyət budur burada. O da dayanıb mənə baxır. Mən də dayanmışam, ona baxıram. Məsafəmiz bu qədərdir burada, bax bir dəqiqə, bax belədir. Ən pas onu yaxınlaşdırıb çəkirəm ki, görüm, gedirəm yaxınlaşmağıma. Bax, bu tikili rəhmətli Qiyas kişinin həyəti idi, evi idi. Biraz qabaqda, bax, bura olan yer Söyün əmgilinin idi. Biraz qabaqda da Xudaverdi əmgilinin yeri idi. Böyle burada hazırda bir tane ev tikiblər, bilmirəm kim tikib. Yəni orada yaşayırlar. Allah xeyir versin o qardaşa da. Burada da qəşəng İnanırsan bağlar, bağçalar, qoz var idi, nə bilmə, alma var idi, meyvə, hər şey var idi daha. Bura bolluq idi, inanırsınız. Bu da o yandan körpüdən, sudan gəlib, bu yolla belə keçib gedirdik. Kəndin içinə tərəf. Bax, belə burada vəziyyət budur. Bağın bir tərəfindən çəkirəm bunu sizə. Baxın. Bağın bir tərəfindən çəkirəm. Deməli, bağın bir ucu burada, bir ucu da o daşlar olan yerdir. Yəni məsafə burada nə bilim xeyli var da. Gerək gəlib görəsiniz. Buralar da gözəl yerlər.
Əkin biçinə də yaxşıdır, nə bilim. Hər şeydə, yəni qara torpaqdır, orada zil qara. Bura dəhşətdir də. Deməli yoruldum. Sözün əsl mənasında yoruldum. Çünki normalda heç kim buranı gəlməz də. Bura valla dizimdən yuxarı çıxıb qar. Gəzmək olmur. Qar da yumşaq deyil, bərkdir. Ayağı salsan qalırsan orada. Bax buralar belədir. Buralar belədir saat. Sözün əsl mənasında yoruldum. Burada nənəmgilin bağı, bağçası. Babamgilin bağı, bağçası. Bu kadar.